başta Seyyid-i Şühada Hazreti İmam Hüseyin aleyhissalam olmaqla cəmiyyən şəhidləri, xüsusən torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizi salavatla yad eləyək. Allahümmə əla Muhammed və ali Muhammed. Ustad-ı müəllimlərimiz, valideynlərimiz, qonşularımız, ağsaqqal ağbirçəklərimiz, bivarislər, ümumən boynumuzda haqqı olan kimsələri də salavatla yad eləyək. Allahümmə salli əla Muhammed və ali Muhammed. İltiması dua edənlərimiz var, xəstəsi olan, müşkülü olan, cümləsinin həlli rəva olmasına salavat zikr eləyək. Allahümmə salli əla Muhammed və ali Muhammed. Bir anamız dünənləri yaxınlaşmışdı bura. Oğlu səfərdədir, müharibə ərazilərindədir, çox nigarandır. Xüsusən məsciddə onun üçün dua etməyi bizdən təvəqqə eləyirdi. Xüsusən o qardaşımızın sağ-salamat evinə dönməsinə, ölkəmizə qayıtmasından ötəri salavat zikr eləyək. Allahümmə salli əla Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yassir li amri və hlul uqdatan min lisani yefqahu qawli. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun əziz, dəyərli, möhtərəm məscidimizin əhli, mömin qardaşlarım, cümləmizin üzərinə. Allah bizləri bağışlamamış bu dünyadan aparmasın. Allah bizləri həm dünyamızda, həm axirətimizdə Peyğəmbər, Ali Peyğəmbərlə məhşur eləsin. Allah Mövlamız İmam Zaman Aleyhisselamın zuhurun təacil eləsin. O Həzzətin gəlişi ilə dünyamızı, qəlbimizi abad eləsin inşallah. Allah o Həzzətin gəlişi ilə zülmü, sitəmi, nifaqı aradan aparıb, dünyamızda, yer üzündə sülhü, əmniyyəti bərqərar eləsin inşallah. İnşallah, bugünkü gəlib Ramazan ayının 28-ci gününə yetişmişik. Biz nə qədər Allaha həmd sana etsək də, nə qədər bunun şükrünü yerinə yetirsək də yenə də azdır. Şükür məsələsinə gələndə həmişə İmam Zeynəl Abidin əleyhissalamın münacatlarında olan bir kəlamı mən xatırlayıram. Allahım, sən nə qədər şükrə layiqsənsə, sənə bir o qədər şükürlər olsun. Mənim dilim acizdir sənə şükür eləməyə. Mən sənin şükrünün yerinə yetirməyə bacarmasam da, amma sən nə qədər şükrə layiqsənsə, sənə bir o qədər şükürlər olsun. Həqiqətən də əzizlərim, bu uzun müddət deməyək də, bir ay müddətinə deyək ki, bu Ramazan boyunca olan ab-hava həqiqətən də nəinki məsciddə, nəinki möminlər arasında, həqiqətən ümumiyyətcə insanlar arasında özün göstərir. Özün göstərir. Görürsən, xüsusən Ramazan hələ gəlməmişdən öncədən olur, zəng eləyirlər, soruşurlar, Ramazan nə vaxtı, oruçluq nə vaxtı çıxır. Müəyyən, hətta belə namaz qılmayan, oruç tutmayan insanlar belə, müəyyən misal üçün, hətta xeyir işlərini, toyunuşan işlərini filanları Ramazana xatir təxirə salırlar. Yəni, bunların hamısı cəmiyyət arasında bir ab-havadır. Ramazan elə bir məsələdir ki, ustadlarından, Allah rəhmət eləsin, ustadlardan birinin dili ilə deyirəm, həmişə deyərdi ki, biz nə qədər günah eləyib Allahdan uzaqlaşsaq da, Allah ildə bir dəfə bizi o günahlardan yuyub təmizləmək istəyir. Həmişə belə deyərdi. Deyərdi ki, Ramazan Allahın rəhmət yağışıdır, rəhmət suyudur. Biz 11 ay boyunca nə qədər günaha batırıq, Allahdan uzaqlaşırıq, amma Allah yenə bizdən əl çəkmir, yenə bizdən günahlarımızın yuyulmasını istəyir, biz də bizə əl atır, Ramazanı göndərir, Ramazan ayı boyunca bizi təmizləsin. O, həm bədənimizi, həm ruhumuzu, cismimizi, nə varsa hamısını bizdən yumaq istəyir Allah. Allah belə bir Allahdır. Allah heç vaxt bəndəsini günah içində qalmağını istəməz, bağışlanmasını istəyər. Tarixdə hədisdə var ki, bir şəxs gəldi İmam Cəfər Sadiq əleyhissalamın huzuruna, ağladı, dedi, ya ibn Rasulullah, mən çox günahlar etmişəm. Bilmirəm Allah məni bağışlar yoxsa yox. Deyəndə İmam Sadiq əleyhissalam cavab verdi ki, ey filani,
Allah gedənin arxasınca həsrətlə baxır. Gələni niyə qəbul etməsin ki? Həqiqətən də Allah belə bir Allahdır ki, daima istəyir ki, bizi bağışlasın, günahlarımızı yusun. Biz nə qədər günah çəkəyə batsaq da və ən mühüm məsələlərdən biri məhz Ramazandır. Şükürlər olsun Allaha ki, biz bu Ramazanı yaşamağı Allah bizlərə nəsib edib, bu Ramazanın ibadətini, itaətini, dualarını oxumağı bizlərə nəsib edibdir. Bunun üçün nə qədər biz Allaha şükür etsək də yenə də azdır. Və xüsusən ki, sizləri çox yormayım, 28-ci günün belə bir duası tövsiyə olunur ki, bu duanı çox oxuyaq ki, bugünkü Bismillahirrahmanirrahim Allahumma vəffir həzzi fihi minən nəvafil və əxrimni fihi bi ihsaril məsail və qarrib fihi vəsiləti iləykə min beynil vəsail ya mən la yəşğəluhu ilhahul mulhin. Amin ya Rabbəl aləmin. Tərcüməsi belədir ki, ilahi bu gün mənim müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah. Amin ya Rabbəl aləmin. Bir qısaca olaraqdan duaya baxsaq, həqiqətən də ilahə bu gün mənim müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et dedikdə, demək buradan belə başa düşülür ki, biz artıq Ramazanın şirinliyini, Ramazanın ibadətinin, dualarının, itaətlərinin, fəzilətlərini dərk eləməyə başlayır insan. Artıq nəinki vacib əməlləri, tutaq ki, Ramazan vacibdir, günün öz namazları vacibdir. Hətta Allahdan istəyir ki, vacib olmayan o nafilə namazları, minən nəvafil, nafilə namazları belə, müstəhəb namazları belə can atsın ki, ibadətin şirinliyin, fəzilətin duyan insan artırmağa can atmaq istəyir. İstəyir ki, artıraq ibadətimizi. Və arzularımı yerinə yetirməklə məni əziz tut. Və həqiqətən də insan ibadətin şirinliyin dərk eləyəndə, ibadətin fəziləti haqqında düşünəndə bir anlığa fikirləşir ki, Allah məni necə əzizləyibdir. Allah məni necə əzizləyibdir. İndi bəzi o insanlar, ayədə var, məşhur ayədir. Adiyyət surəsində də Allah Teala buyurur ki, bu insan çox nankordur, özü də buna şahiddir. Amma və yaxud başqa bir Fəcr surəsində də Allah Teala buyurur ki, bu insanlar var ki, onlara bir balaca nəvaziş göstərəndə, bir balaca işram eləyəndə elə çox belə özün yuxarıdan aparır, deyir Allah məni əzizlədi. Elə ki, bir cüzi olaraqdan bir sınağa çəkdi, bir balaca sıxıntısına düşdü, deyir Allah məni unudubdur, məni gözdən salıbdır. Belə olmaya gərək. İnsan bu sıxıntıları falanları özünün belə hətta insan üçün bir nemət hesab edir. Həqiqətən də yəni bu həmişə bizim elə dini məsələlərdə də, əqidə məsələlərində də bu məsələ çox tapşırılıb, tövsiyə olunubdur ki, insan həmişə bu sıxıntını, çətinlikləri, ağır acıları filanlar hamısını özünün bir imtihanı, özünün bir sınağı bilməlidir. Hətta belə eşitmişəm ki, ustadlardan biri deyərmiş ki, neçə gündür çox nigaranım, çox narahatam. Deyirlər, niyə? Bir hər şey qaydasındadır, heç bir narahatsızlığım, problemim yoxdur. Yəqin Allahın nəzərindən kənarda qalmışam. Onun üçün də insan gərək özünün əziz olduğunu bildiyi kimi heç vaxt o sıxıntılarla xali olmadığını unutmasın. Və duanın 3-cü cümləsində buyurur ki, İlahi, bugün sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Təbii ki, yenə də məşhur ayədir, Quranda demək olar ki, o vasitə, vəsilə məsələsində ən tutarlı ayələrdən biridir ki, məhz Nisa surəsinin 35-ci ayəsi ki, Allah buyurur ki, mənim huzuruma bir vəsilə ilə gəlin,
İnsanın əlində bir vəsilə olsun. Təbii ki, vəsilələr çoxdur, cürbəcür vəsilələr var. Ən mühüm məsələlər isə tutaq ki, elə namazdır, oruçdur, əhl-i beytə təvəssül etməkdir, ağsaqqallardır, böyüklərdir. Cürbəcür vəsilələr var ki, Allaha yaxın olmaq üçün, yaxınlaşdırmaq üçün insan bu vəsilələrlə getməli Allah qarşısına. Və eyni zamanda duanın sonuncu cümləsinə baxanda görürük ki, elə buradan da insan gərək, hətta bu Peyğəmbərimizin Əhl-i Beytin kəlamlarında da var, insan gərək dualarında israrlı ola. İsrarlı ola. Çox israr eləyə dualarında. Hətta belə hədislərdə var ki, İmam Muhammed Baqir aleyhissalamdandır. Buyurur ki, bir insan duada israr etdikcə bəzən ola bilsin ki, onun duası gecikir. Bəzən onun duası gecikir. İnsan nə qədər israr etdikcə duasındakı israrda davamlı olanda Allah Taala mələklərinə xitab edir ki, görürsən mənim bu bəndəmi. Mən bunun duasını, istəyin, hacətin gecikdirsəm də yenə də bu məndən əlini üzmür, yenə də bu məndən uzaqlaşmır. Yəni duada israr etmək çox-çox tövsiyə olmuş məsələlərdən biridir ki, insan israrlı dua edə. İndi o israrlı dua edək deyəndə bəzən ən çox yadımıza düşən bu olur ki, dua edirik, qəbul olunmur, biz israr edirik. Amma burada yenə də mən bir hədisi xatırlayıram. Zübdətül Əhadis kitabındadır. Allah rəhmət eləsin, Şeyx Abbas Qominin Zübdətül Əhadis kitabındadır. Buyurur ki, Peyğəmbər əyləşmişdi məsciddə, xütbə oxuyurdu. Bir ərəb icazə istədi, ya Rasulullah, sualım var, buyur, eşidirəm. Dedi, ya Rasulullah, Allah buyurur ki, Udu'unu astacab lakum. Ayət-i məşhur. Allah buyurur, siz dua edin, mən qəbul edin. Ya Rasulullah, mən nə qədər dua edirəm, nə qədər israrla dua edirəm, duam qəbul olunmur. Deyəndə Peyğəmbərimiz buna, orada kitabda 10 dənə məsələ göstərir. Amma başqa mənbələrdə var ki, yazır ki, bir xeyli məsələlər göstərdi ki, bir çox məsələlər var ki, bu məsələlər də sənin qəlbin qəsavət bağlayıbdır, ona görə də duan qəbul olunmur. İnsan gərək duasının qəbul olunmamasında israrlı olduğu kimi, özünü də bir günahkar, özündə də bir səbəb axtarır ki, mənim duam niyə qəbul olunmur? Necə ki, Əmr əl-Mömin əleyhissalam münacatlarının birində buyurur ki, İlahi, mənim dualarımı həbs edən günahlarımı bağışla. Yəni, insan bunu da heç vaxt unutmamalıdır ki, insanın duasının qəbul olunmamasının əsas başlıca şərtlərindən biri özüdür və özünün günahlarıdır. Orada o hədisin davamını bir balaca xatırlayayım mən. Peyğəmbərimiz o şəxsə buyurdu ki, 10 dənə məsələ ilə qəlbin qəsavət bağlayıbdır, duan qəbul olunmur. Məhz bu qəlbin qəsabətin aradan aparmağın da yolu var. Yenə həmin mənbədədir. Zübdətül Əhadis kitabında Peyğəmbərimiz buyurur ki, Suda'an ka suda'an nuhas, insanın qəlbi dəmir paslandığı kimi paslanır. Ondan sonra buyurur ki, fəcluha, qəlbinizi cilalayın. Demədi təmizləyin, dedi cilalayın. Yəni, onu müəyyən vasitələrlə təmizləsək, orada müəyyən ləkələr qala bilər. Amma cilalamaq, o dəmir paslananda onu sənətkarlar bilindir yaxşı. Elə cilalayırlar ki, par-par parıldayır. Cilalamaq belədir. Peyğəmbərimiz də buyurur ki, qəlbiniz, insanın qəlbi dəmir paslandığı kimi paslanır. Onu cilalayın. Ondan sonra cilalamağın yolunu da açıqladı Peyğəmbər bizim üçün ki, misal üçün orada ardıcılıqla keçir. Fəcluha bil istiğfar. İstiğfar etməklə, bağışlanmaq diləməklə, vəzkuru, Allaha zikr etməklə və tilavətül Qur'an, Qur'an oxumaqla və s. Yəni bu ibadət yönümlü, dua yönümlü işlərlə insan gərək qəlbinin pasını aradan aparsın, qəsavətini aradan aparsın. O şəxsə də ki, buyurdu, hamısı yadımda saxlamamışam, bir neçəsini deyəcəm ona. Misal üçün, həmin şəxsə buyurdu ki, Qur'an oxuyursan, ona əməl etmirsən. Ona görə də duan qəbul olunmur. Ölənlərinizi dəfn edirsiniz, ondan ibrət götürmürsünüz. Ona görə də duanız qəbul olunmur. Hətta buyurdu Rasulullah ki, cənnətə çox aşiq olduğunu iddia edirsən, amma ora doğru bir addım atmırsan. Yəni, təbii ki, cənnətə doğru atılan addım nədir? Gözəl əməl, salih əməl.
Cəhənnəmə nifrət bəslədiyini iddia edirsən, amma tez-tez ora doğru addım atırsan, yəni günah etməklə. Hətta orada belə bir məsələ buyurdu ki, şeytanla düşman olduğunu iddia edirsən, amma əməllərində onunla həmfikirsən, əlbirsən. Və s. Yəni bu hamısını mən çatdırmam deməyə. Yəni məsələ bundadır ki, duada israr etmək ola bilsin ki, bizim günahlarımız uzbatından, qəlbimizin qəsavətindən duamız qəbul olunmursa, ümumiyyətcə duamız qəbul olunmursa, biz onun günahını özümüzdə axtarıb, israrla o qəlbimizin qəsavətini, pasını cilalayıb aradan aparmalıyıq ki, ondan sonra da duamız. Təbii ki, Ramazan ayının bu son günlərində bu duanın keçməsi daha mühüm yerinə düşür ki, demək insan dərk edir ki, Allaha yaxın olmaq, Allaha yaxınlaşmaq mühüm bir vəsilələr vardır ki, bəlkə də o vəsilələrdən ən mühümlərindən biri elə məhz Ramazan ayıdır. Ramazan ayıdır. Yenə də mən Allah rəhmət eləsin ustadlardan birinin dili ilə deyirəm, buyurur ki, Ramazan ayı Allahın rəhmət yağışıdır, rəhmət suyudur. İldə bir dəfə o yağışla, o suyla bizi yuyub təmizləmək istəyir Allah. Allah bizləri bağışlamış bəndələrindən qərar versin. Allah günahlarımızı bağışlamamış bizləri bu dünyadan aparmasın. Cəmiyyən tutulan oruçları, qılınan namazları, oxunan duaları Allah öz dərgahında âli dərəcədə qəbul eləsin. Allah ömrümüzün sonuna qədər onun layiqli bəndə olmağı, ibadət etməyi, oruç tutmağı, namaz qılmağı, Allaha layiqli bəndə olmağı bizlərə nəsib eləsin. Cümlə şəhidlərimizi Allah Seyyid-i Şühada İmam Hüseyin əleyhissalamla məhşur eləsin. Şəhidlərimizin ruhlarını Allah bizlərə duaçı, şəfaatçı qərar versin. Cəmiyyən iltiması dua eləyənlər başda olmaqla cəmiyyən xəstələrə acil şəfa inayət eləsin. Allah ordumuz, əsgər zabitlərimiz vətənin keşiyində, sərhəddə, səngərdə, yerin göyün afatı bəlasından hifz eləsin. Allah Mövlamız İmam Zaman əleyhissalamın gəlişi ilə yer üzündə sülhü, əmniyyəti bərqərar eləsin inşallah. Dualarımızın, ibadətlərimizin, hacətlərimizin dərəcəyi qəbuluna, günahlarımızın bağışlanmasına və Mövlamız İmam Zaman əleyhissalamın zuhuruna xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Bismillahirrahmanirrahim. Allahümme kulli veliykal Hüccet ibni salavat aleyhi ve aleyhi fi ahli sa'd ve fi kulli sa'd ve liyyah
اختلس من الجميع ورحمة الله وبركاته. السلام عليك يا حجة الله، السلام عليك يا عامل الله، السلام عليك يا صاحب العصر والزمان. اللهم صل على محمد وآل محمد. على جبر الزمان. السلام عليك يا شريك القرآن، السلام عليك يا خليفة الرحمن. عجل الله لك الفرج، الله مخرجا، الله منهجا، السورة المباركة الفاتحة لما سبق. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد Bir insan sıcak kalmasını, bir uçağından ötesinden ötürü selamlar. Allahümme salli ala Muhammed ve âli Muhammed. Kur'an-ı Kerim'de herkese düşme selamlar. Allahümme salli ala Muhammed ve âli Muhammed. Herkese benzelersin. Derdi bilen bilinmeyen hastalarımız var. Bazılarımız var. İlk nasıl bazılarını yapar. Acı şifa kafalarından ötürü selamlar. Allahümme salli ala Muhammed ve âli Muhammed. Kıyamet günü Peygamber var, Peygamber Ehl-i Beytimizde mahsus Rabbimizin huzurunda hazalet olmayan selamlar zikridir. Allahümme salli ala Muhammed ve âli Muhammed. Efendimizin çeşitli olan esçezvalıklarını, yerin bölgelasından, düşmanların hilesinden, merkinden, ammanlar ve Allah'tan ötürü, saf sarı merkezliklerden başarılı ailelerinin dönmelerinden ötürü selamlar zikridir. Allahümme salli ala Muhammed ve âli Muhammed. Kerbala rehberlerinin cemaat namazını gördü. Həmçinin gün duası şəhidlərdə, Kərbala və qardaşın əzini çəkdik, gün dualarını oxudu. Özlərinin ailələrini salamatlığı üçün, yerinlərini axlasın. Ömürlərinin bərəkətli olmasından ötürü səlavat zikr. Allahümme salli ala Muhammed ve âli Muhammed. Bu cəmində çətinliyi, hacəti varsa, həm də rəva olmasından ötürü səlavat zikr. Allahümme salli ala Muhammed ve âli Muhammed. Kameraman qardaşlarımızla özlərinin ailələrini salamatlığına səlavat zikr. Allahümme salli ala Muhammed ve âli Muhammed. Allah qəbul edəsin, məşəhədəsinin qardaşıdır, salavat dedik, dualar okudu. Allah razı olsun. Özünün ailesi salamasına fatih, salavat zikir. Allahümme salli ala Muhammed ve âli Muhammed. Dualarda cəm şəklində deyilik, amma bu cəmiyə xüsusi şəkildə deyil ki, bir neçə xəstəniz var ki, iltiması dua edirlər. Xüsusən o xəstələrin aciz şəklində atmalarını salavat zikir. Allahümme salli ala Muhammed